Günün xəbərləri. ATƏT regionunda jurnalistlərin təhlükəsizliyi mövzusunda beynəlxalq konferans keçirilib. Azərbaycanda uşaqların durumu ilə bağlı alternativ hesabatın ictimai müzakirəsi keçirilib. Beynəlxalq ekspertlər polisin xalqa xidmət sisteminə keçməsini istəyir. Neftçilər prospekti 61 ünvanından şikayətlər davam edir. ATƏT-in üzv dövlətləri jurnalistlərin təhlükəsizliyini təmin etmək öhdəliyi daşıyır. Jurnalistlər qorxusuz, şəxsi və peşə təhlükəsizliyi şəraitində fəaliyyət göstərdikdə, onlar insanlara zəruri məlumatlar çatdırmış olurlar. Jurnalistlər demokratiya və azadlığın təmsilçilərinə çevrilir. Bu sözləri ATƏT-in fəaliyyətdə olan sədri Litvanın Xarici İşlər Naziri Adrionius Ažubalis 7-8 iyun 2011-ci il tarixində Vilnius şəhərində keçirilən konferansda açılış nitqi zamanı deyib. Qətlə yetirilən jurnalistlərin bəzilərinin adlarını çəkən Ažubalis 2005-ci ildə Azərbaycanda qətlə yetirilən Monitor jurnalının baş redaktoru Elmar Hüseynovun da adını vurğulayıb. ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dünya Miyatoviç son 5 ildə 30-dan artıq jurnalistin qətlə yetirildiyini və jurnalistləri qorxutmaq üçün təkcə bu vasitədən deyil, digər vasitələrdən də istifadə edildiyini qeyd edib. Azərbaycandan tədbirə qatılan Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun sədri Emil Hüseynov məruzə ilə çıxış edib. O, son illər ərzində Azərbaycanda jurnalistlərə qarşı müxtəlif təxribatlardan istifadə edildiyini və nəticədə onların həbsə atıldığını, eyni zamanda jurnalistlərin gözdən salınma kampaniyalarına məruz qaldığını qeyd edib. Emil Hüseynov xüsusilə Mirzə Sakit, Eynullah Fətullayev, Agil Xəlilin işlərinə toxunaraq rəhbəri olduğu təşkilatın bu hadisələr zamanı fəaliyyəti barədə məlumat verir. Azərbaycan Respublikası Prezident Administrasiyasının nümayəndəsi Vüqar Əliyev isə məruzədə qeyd edilən konkret faktlara toxunmadan Azərbaycanda söz azadlığının təmin edildiyini, onlarla müxalifət qəzetinin olduğunu, bu qəzetlərdə məmurların, hətta prezidentin tənqid və təhqir edildiyini bildirib. Əliyev Ratinin də hakimiyyəti sərbəst şəkildə tənqid etdiyini və heç bir təzyiqə məruz qalmadığını deyib. Qeyd edək ki, konferans ATƏT regionunda jurnalistlərin təhlükəsizlik məsələlərinə həsr edilmişdir. Tədbirdə üzv ölkələrin dövlət qurumlarının nümayəndələri, təmsilçiləri, jurnalistlər, beynəlxalq təşkilatların rəhbərləri iştirak edirdi. Konferans zamanı müxtəlif ölkələrdəki vəziyyət, bu sahədə mövcud olan problemlər və konkret negativ hallar ətrafında müzakirələr aparılıb, müxtəlif təkliflər səsləndirilib. Konferansın yekunu olaraq ATƏT-in üzv dövlətlərinə yönəlmiş tövsiyələrdən ibarət sənəd qəbul edilib. Azərbaycandan tədbirə Emil Hüseynov və Vüqar Əliyevlə yanaşı, Media Hüquq İnstitutunun sədri Rəşid Hacılı, Mətbuat Şurasının sədri Əflatun Amaşov, İnsan Hüquqları Klubunun koordinatoru Rəsul Cəfərov, ATƏT-in Bakı ofisinin əməkdaşı Vüsal Behbudov qatılmışdır. Azərbaycanda uşaqların durumu ilə bağlı BMT-nin Uşaq Hüquqları Komitəsinə təqdim etmək üçün hazırlanan alternativ hesabatın ictimai müzakirəsi keçirilib. Hesabat barədə məlumat verən Uşaq Hüquqları üzrə Qeyri-Hökumət Təşkilatları Alyansı İdarə Heyətinin sədri Nazir Quliyev bildirib ki, Alyans 2005-ci ildən başlayaraq alternativ hesabat hazırlayır və onu BMT-nin Uşaq Hüquqları Komitəsinə təqdim edir. Quliyevin sözlərinə görə alternativ hesabatın BMT-nin Uşaq Hüquqları Komitəsində müzakirəsindən sonra Azərbaycanda uşaqların problemlərinin həll olunması ilə bağlı təklif və tövsiyələr hazırlanaraq hökumətə təqdim olunur. O bildirib ki, hesabatın hazırlanmasında uşaq hüquqları üzrə QHT Alyansına daxil olan 80-dən çox qeyri-hökumət təşkilatı yaxından iştirak edib. Hesabatda əksini tapan məsələlərdən biri də yuvenal ədliyyə sistemindəki islahatlarla bağlıdır. Xüsusi olaraq Azərbaycanda yuvenal ədliyyə ilə bağlı qanunun qəbul edilməsi, ixtisaslaşmış məhkəmələrin, polis əməkdaşlarının, vəkillərin hazırlanması və bu sahədə ixtisaslaşma işinin həyata keçirilməsi mühüm məsələlərdəndir. Parlamentin payız sesiyasında yuvenal ədliyyə ilə bağlı qanunun müzakirəsi gözlənilir, deyə Quliyev əlavə edib. UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Gerevard hesabatla bağlı bir sıra təkliflər verib. O bildirib ki, statistik rəqəmlər, xüsusilə əlillərin, cəza çəkmə müəssisələrindəki uşaqların sayı ilə bağlı rəqəmlər dəqiqləşdirilməlidir. Tədbirdə çıxış edən qonaqlar alternativ hesabatda öz əksini tapan məqamlarla bağlı rəylərini bölüşüb, qarşılıqlı fikir mübadiləsi aparıblar.
Bugün 9 iyun Bakıda ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə cəmiyyət dəstəkli polis mövzusunda 2-ci beynəlxalq konfransı işə başlayıb. Forumda Azərbaycanın yüksək vəzifəli polis məmurları, hökumət nümayəndələri, vətəndaş cəmiyyətinin təmsilçiləri və beynəlxalq ekspertlər iştirak ediblər. Azərbaycanda cəmiyyət dəstəkli polis layihəsi 2006-cı ildən həyata keçirilir. İlk olaraq Mingəçevir şəhərində eksperiment kimi başlanan layihə müsbət nəticələr verib. Bundan sonra daha 10 rayon bu layihəyə qoşulub. 2008-ci ildə polis haqqında qanuna dəyişiklik edilib. Bununla da yaşayış məhəllələrində ictimai şuralar yaranıb və sahə müvəkkilliyi institutu genişləndirilib. Hazırda cəmiyyət dəstəkli polis layihəsi müsbət nəticələrini verir. Layihəyə əsasən cəmiyyət polisin fəaliyyətində yaxından iştirak edir, cinayətlərin qarşısının alınmasına, cinayətlərin açılmasına kömək edir. ATƏT-in Bakı ofisinin rəhbəri Bilgecan Korel hesab edir ki, layihə polislə vətəndaşlar arasında qarşılıqlı etimadın yaranmasını təmin edir. Polis həm də gündəlik fəaliyyətində dövlətin simasıdır. Biz polis xidmətində qadınların sayının artması, eləcə də məişət zorakılığı və insan alveri kimi gender yönümlü qanun pozuntularına polisin daha səmərəli müdaxiləsini təkmilləşdirmək üçün birgə çalışırıq, deyə Bilgecan Korel bildirib. Konfransda ATƏT-in Demokratik Polis İşi adlı hesabatının təqdimatı da olub. Bilirəm ki, polisin nə üçün dövlətə deyil, xalqa xidmət göstərməli olduğunu başa düşmək çətindir. Lakin bu demokratik polis işinin əsas dəyərlərindən biridir. Xalqla xalqa xidmət göstərmək dedikdə polisin cəmiyyətin bütün təbəqələrini təmsil etdiyi, hamının ehtiyaclarını bərabər, prioritetsiz, ayrı seçkilik etmədən nəzərə alması ifadə edilir, deyə ATƏT-in Strateji Polis Məsələləri bölməsinin direktor müavini Manuel Marion bildirib. Neftçilər prospekti 61 saylı binanın sakinləri mülkiyyət hüquqlarının pozulması ilə bağlı mətbuat konfransı keçiriblər. Sakinlərin hüquqlarının müdafiəçisi Ələkbər Məmmədov adı çəkilən ünvandakı 3 mərtəbəli binada söküntü işlərinə mart ayından başlandığını, söküntünü arxasında Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənovun və qardaşı deputat Malik Həsənovun dayandığı Azinko şirkətinin apardığını deyib. Binada yaşayan 12 ailədən 5-i razılaşma yolu ilə evlərini tərk ediblər. Qalan 7 ailə isə evlərinin sökülməsinə etiraz edirlər. Onlardan 4-ünün evləri tamamilə sökülüb, 3 ailənin evi yarım sökülüdür. Sakinlərin dediyinə görə binanın sökülməsi haqda hər hansı sərəncam yoxdur. Söküntü işlərinə Dövlət Əmlak Komitəsinin təmsilçisi Yusif Qəmbərov, Azinko şirkətinin təmsilçisi Rüfət Əhmədov başçılıq edir. Sakinlər söküntünün qarşısını almaq üçün Səbail rayon məhkəməsinə müraciət ediblər. Amma bu evlər üzrə alqı-satqılar şirkətə aidiyyatı olmayan şəxsin adına çıxıb. Növbəti məhkəmə baxışı iyunun 17-sinə təyin edilib. Mənzilləri sökülənlər ev əşyalarının harda olduğunu, onları kimlərin talan etdiyini də bilmirlər. İyunun 4-də isə söküntünü daha sürətli aparmaq üçün əraziyə gətirilən 20 polis sakinləri zor gücünə evlərindən çölə ataraq işin daha sürətlə aparılmasına şərait yaradıblar. Növbəti addımlar haqqında danışan sakinlər artıq Bakıdakı diplomatik korpuslara, beynəlxalq qurumlara müraciət ediblər. Söküntünü aparanlar görülən işləri həm də Eurovision 2012 musiqi yarışmasının Bakıda keçirilməsi ilə əlaqələndirirlər. Ona görə də sakinlər bu musiqi yarışmasının iştirakçısı olan dövlətlərə müraciət ediblər. Yarışma vətəndaşların haqlarının tapdanmasına, fəlakətə səbəb olduğu üçün onun Bakıda keçirilməməsi təklifini irəli sürüblər.